Deyək ki, avtofa satırsan. Yəni satırsan yəni şərti olaraq kimə edirəm. Bax götürmüsən bildiyin o qırmızı avtofa. İndi bu biraz yəni ən aşağı işdir də, belə prinsipcə ekipaşdan. Deyək ki, avtofa dükanın var, avtofa satırsan. Gətirsən Çindən avtofa, qırmızı avtofalar satırsan. Təyinatı bəllidir də bunun da, düzdür? Uzaqbaşı həm də Gül sulamaq. Hə, gül sulamaq. Və ya deyək ki, tarixi təyinatı olan bir şeydir. Sən avtofa satışından aya 20 min manat pul qazansan, yəni utana satsan belə lap zərən qasdığın bir dəxlisiz, sən onsan doğulmamışsan, heç uzundan keçməmişsən ağlın ki, eləyər. Sən gözündə onun romantikası dəyişir. Deyirsən sən, əziz dostlar, avtofa hətta qədimdə filan kəsə demişdi. Ümumiyyətlə İnsanın gigiyenası baxımından, nə baxımından avtofanı çox bəyənmir. Sən başa düşmürsən, indiki insanlar geridə qalıb. İnsanlar bilirlər ki, müasirlik budur. Belə başlasan sən ona izahat verməyə. Sən bir mənsilə gedəndə necə ki, əlində çəkic olan adam dünyayı mıx kimi görür də hər şeyi. Sən də dünyaya o gözlə baxarsan ki, bunu əslində bu şlanqdan sürülür. Bu avtofanla sürüyəndə daha az itki olur. Az itki olur və o daha gigiyenik. Çünki bu şlanqa bassan oradan enerji gedir. Mən danışanda görürəm ideya gəlir də. Sonra gülü belə sürüyəndə desən sən var. Təsəvvür et sevgilindən ya yoldaşından gül sürürsən. Bir avtofanla sürürsən. Bir də var ki, belə suladın. Görürsən, mən danışa, o sevmədiyin iş ilk baxışdan da pul qazandırırsa, bu reallıq bu deyə. Yenə də nəticəyə gəlir məsələn. Əlbəttə ki, yoxsa mənəvi zənginlik, bunlar neçə söhbətdir, ölçə bilməyən söhbətdir. O sənə pul gətirirsə o iş, o sənə istədiyin həyat tərzində gətirir axı. Bax, lap deyək ofisdə işləyirsən proqramist, zəhlən qasa hüquqşünasdan oldun proqramist, bunu mən özümdən götürürəm. Oy da, bu hardan girişdim mən bu sayt qurmağa? Hüquqşünasdan qarşıdım, var ki, betərinə düşdüm ki, bir dəfə $1000. Wow. 2, 3. O ləzzət şəpiylə düşürəm, beynəlxalq bankdan pul götürürəm oradan. Ondan sonra var, mən istəyirdim kodları qucaqlayım, yəni nə gözəl şeymiş bu. Elə. Yəni karyera səhifəsindən bağlı ki, əgər sən hətta sevmədiyin işdə belə, o iş sənə ofisdə belə, sən deyək ki, artıq nəticə gətirəndən sonra işdə deyirsən sənə var, mənim stolumu dəyiş. Mən daha yaxşı şərait işləyirəm. Görürlər yaxşı proqramistsən, deyirəm narahat olma falan kəsmələm. Deyirsən mən 5-də çıxıram, tıxaca düşməyim. Yəni təsəvvür elə ki, sevdiyi işlə məşğul olan bir hüquqşünas 7-də, 6-da tıxaca düşür, leş kimi saat 8-də evə çatır. Sən isə proqramistsən, amma 5-də çıxdın. Hansını sevərsən? Əlbəttə ki, 5-də çıxa bildiyin işi də. Ona görə də sevdiyin işlə məşğul ol, ən ucuz karyera məsləhətindən biridir. O lazımsız məsləhət. Mən bunu öz həyatımda da görmüşəm. Yəni elə deyil. Sənə uğur gətirən, pul gətirən iş sənin sevdiyin iş olur. Və digər cəhət odur ki, sən bir sevdiyin işlə məşğul ola bilərsən, amma sevdiyin iş sənə pul gətirmirsə, o da gözündən düşür. Günahkar axtarmağa başlayırsan. Əlbəttə ki, sən o filosof günahkar axtarırsan. Deyək ki, fəlsəfəni sevirsən, araşdırdın, Aristoteldən falan kəs belə-belə, pul qazanmırsansa, ona da nifrət edirsən, cəmiyyətə də zələn qaçır.